Salam dostlar. Gecəniz xeyir olsun. Deməli dostlar, klassik ədəbiyyatımızdan bir dənə şeirə rast gəldim. Gecə mütaliəsi zamanı. Deməli bu şeir sevilən və yetərincə məşhur bir şairin şeiridir. Nə xoşuma gəldi bu şeirdə, mövzuya toxunmuşuq. Şeirdəki səmimiyyət, cismani və ruhi sevginin harmoniyası və zənn edirəm yaşamaq və yaşatmaq meyli və deyərdim ki, daha yaxşı, daha aydın, daha azadlıq sevər, daha parlaq cəmiyyətləri yaradacaq ruhi qaynaqlardan biri bu şeirin əsasını təşkil edə bilər, balaca şeirin. Amma yenə də bunu poeziya çərçivəsində saxlamaq lazımdır deyə düşünürəm. Şeirdə bu sözlər deyilir. Aşiq məşuquna bu sözləri deyir. Deyir ki, zülflərin sümbüldür, yanağın lalə. Baxışı tən edir vəhşi qəzalə. Gözləri məstanə, ağzı piyalə. Gərdəni minadır mənim sevdiyim. Boyu yaraşıqlı sərvi xuraman. Əndamıdır ağ gül, sinəsi meydan. Kəlağayı gülgəz, libası əlvan, bir gülü rənadır mənim sevdiyim. Yəni burada aşiq sevdiyini tərənnüm edir və onun cazibələrini dilə gətirir və onlara heyranlığını bildirir. Deyir, yarımın saçları sümbül kimidir, yanağı lalə kimidir. Gözləri xumardır, baxışları xumar və süzgündür. Və boynu parıldayır. Yaraşıqlı boyu var, əndamı, yəni bədəni ağ gül kimidir. Sinəsi isə geniş, parıltılıdır. Son nəticədə mənim sevdiyim gülü rənadır. Yəni o lətifdir, lətafətlidir, qəşəngdir. Belə kiçik şeir də olsa, buradakı o səmimi heyranlıq, çox sevdiyini çox sevmə, onu arzulama, onu düşünmə, onun xoşbəxtlik mənbəyi olduğunu dərk etmə, qəşəng forma və məzmunda verilib və şeirin ab havasında
ruh yüksəliyi var, sevinç var, şadlıq var. Bütün bunlar yaşamaq üçün çox dəyərli xassələrdirlər deyə düşünürəm və bu da şeirin dəyərini daha da yüksəldir. Ona görə onu bölüşmək istədim və bu şeiri sevənlərə həsr elədim. Gecəniz xeyrə qalsın dostlar.